Salamlayıram hər kəsi. Demək ki, mən ayın 9-unda bir hadisə yaşadım. Transgenderlər mənim maşınımda biri oturdu, müştəri kimi. Apardım ünvana çatdırdım. Bilərək ya bilməyərək telefonu mənim maşınımda qoydu, düşdü, çıxdı, getdi. Mən də buna məlumatım yoxdur. Digər müştəriyə gedirəm, yoldayam və mənə zəng gəldi. Ki, bəs mənim telefonum sizin maşında qalıb. Mən də dedim ki, mən rol arxasındayam, müştəriyə gedirəm və düşdüyüm zaman, müştəri yana çatdığım zaman telefona baxaram, əgər maşındadırsa sizə məlumat verərəm. Bu artıq başladı biraz kobudlaşmağa. Mən telefonu söndürdüm. Biraz keçdi, bir də yığdı. Və yığdı, səs, mən səsini yazmışam. Səsi budur. Alo. Alo. Bəli. Telefonum sizin maşınınızdadır. Telefonu dala gəlkəlim polisə verəcəm. Get ver polisə. Get ver polisə. Всё. Get ver. Danışım. Sən səsini yazıram. Səsini yazıram. Ben səsini də yazıram. Всё. Hə, всё, davayla. Hə, davayla. Yəni bu səs. Bundan sonra mən polisi yığdım, 102-ni yığdım, məlumat verdim ki, belə bir hadisə baş verib və dayanmadan mənə zənglər gəlir, dayanmadan mən rol arxasındayam, yəni təhlükə yaradırlar, məni təhdid edirlər, söyüşlər söyürlər, təhqir edirlər ki, bunlar da var, telefonda hamısını yazmışam. Və mən getdim 25-ci polis bölməsinə, çünki ərazim Qarayevdə yaşayıram. Mən 102-dən xahiş edirəm ki, bura versinlər. Hadisə başıma nəsə bir iş gələrsə, ən azından çata biləcəyim, tez bir zaman çata biləcəyim bir yer olsun. 25-ci polis bölməsinə gəldim. Orada mən yönləndirdilər 28-ə ki, sizin hadisə orada baş verdiyi üçün yasamalıda ora getməlisiniz. Getdim ora. Orada Hüseyn Quliyev, əməl veriyyət müvəkkili mən qəbul elədi. Şikayətimə baxdı. Telefonu da orada qəbz ilə bir yerdə telefonda təhvil verdim orada ki, yəni gəlsin oradan götürsün. Özünə dedim ki, hətta ondan qabaq da mən ona demişdim ki, polisə verməmişdim. Gələrsiz Qarayevə, saat 2-də mən telefonu verərəm sizə. Yəni bunlar bu səsləri belə. Alo. Tamam. Sədəsiz. Ay qardaş, dedim ki, işdəyəm, Qardaş. işlər aparım. Gecə 2-də Qarayevdə olacaq. Gecə 2-də Qarayevdə olacaq, gəlib telefonunuzu gətirərsin. Maşında işləri var, danışmaq istəyir. Danışmaq istəyir. Səsini yazıram. İndi mən gedəcəm 25-ci polis bölməsinə, sən görəcəksən. Səs budur. Yəni mənə olunan təhqir, mənə olan təhdid. Yəni bunların hamısını şikayət formasına yazdım, verdim. 2 gün sonra bizi çağırdılar 28-ci polis bölməsinə. Biz getdik. Polisin yanında belə mənim üstümə şər atdılar ki, mən də bunları söymüşəm. Mən də dedim ki, dəqiqəsiz, zənglərin saniyəsi, zənglərin arası hamısı durur. Əgər mən sənə söyüş söydüyümə dair əlində hər hansı bir sübutum varsa, bunu mənə gətir göstər. Polis də dedi ki, gətir göstər. Biz sənə artıq yəni lazımi tədbirləri görək. O xanım haqqında da, sənin haqqında da. Polisin yanında qaydasan ki, mənim arxamda sən bilirsən kimlər durur, başladı polisi təhdid eləməyə. Sən arxanda kim durur, sən kimsən, onun tərəfini tutursan ki, polis mənim tərəfimi tutur. Polis deyir ki, mən nə onu tanıyıram, nə səni tanıyıram. Vətəndaş gətirib sənin telefonunu verib, sən ona təşəkkür etməkdənsə, sən durmusan onun üstünə çığırırsan və ona söyüşlər söyürsən. Nəysə, polisin yanında belə şeylər, mənə qaydasan ki, mənim arxamda bilmirsən kimlər durur, onlar bura gəlsin, sənin üçün pis şeylər olacaq. Get özünə vəkil tut, mən dedim ki, mənim vəkil ehtiyacım yoxdur, mən özümü müdafiə edə biləcək bir beyində bir insanam. Hüquqlarımı, qanunları, özümə lazım olan hər şeyi artıqlaması ilə bilirəm. Nəysə, düşdüm aşağı güya, sonra çağırırlar güya üzr istəmə, dedim, mən üzrə ehtiyac yoxdur, mən buna axıra qədər gedəcəm. Orada dedim, siz mənim üstümə şər atmasaydınız, bəlkə də nəsə düşünmək olardı. Amma dedim, siz ki, mənə şər atırsınız, siz mənə yalan deyirsiniz. Polisin yanında deyir ki, mən gey olsam da deyir, gedib müharibədə döyüşmüşəm. Yəni nə əlaqədə müharibədə döyüşmüsənsə, sən mənə təhqir edə bilərsən. Mən də ağrıların əməliyyatında bir ayağımda 16 dənə dəmir iz var, əməliyyat izləri var. 22 ildir, 23 ildir mən belə yaşayıram. İkinci qrup əliləm, 250 manat dövlətdən pensiya alıram. Qaydasan ki, sən deyir, niyə dövlətdən pensiya alırsan? Bolt səni necə işə götürüb, Boltda şikayət edəcəm. Yəni bilmədi ki, hansı tərəfdən yapışsın ki, əlinə nəsə bir şey keçsin və mənə nəsə sübut eləsin və bu işdən çıxsın, getsin. Nəysə, bu günləri mən zəng vurmuşam polisə ki, yəni hadisə nə yerdə qaldı, məsələ nə yerdə qaldı. Qayıtdı ki, polis mənə, onların 18 yaşı olmadığına görə dövlət onlarda 100 manat cərimə yazıb və buraxıb. Burada bir sual meydan çıxıb. Bu mənə deyir ki, mən müharibədə olmuşam. Bunun 18 yaşı olmayıbsa 5 il bundan qabaq 6 il necə müharibədə döyüşüb? Ayağında necə qəlpə yarası var? Necə gedib özlərinə sinə qoydururlar bunlar? 18 yaşları yoxdursa. 18 yaşı yoxdursa polis idarəsinə necə tək gələ bilir? Necə orada nəsə şikayət ərizəsi yazır və onun altına imza ata bilir? 18 yaşı yoxdur. Bunun imza yetkisi yoxdur. Dövlətdə də yoxdur da, yəni bu bilirik də yoxdur. Və mənə yəni atılan səs, bir dənə də sizə səs dinlədəcəm və görün ki, bunlar dövlətə necə arxayındılar, dövlətin mənim arxamda dayanmayacağına necə arxayındılar. Baxın olan sözə. Bu da başqa biridir. Demək ki, dövlətin əli ilə bunlar mənə nə istəsələr eləyə bilərlər. Demək ki, dövlət mənə yox, bunlara tərəfdir. Ki, yəni onsuz da bugün bəlli oldu. 100 manat alıb dövlətin, onlardan 100 manat alıb onları buraxmasından bəlli oldu ki, demək ki, dövlət mənim tərəfimdə deyil, bunların tərəfindədir. Və mən də bu videonu çəkmək məcburiyyətində qaldım ki, yəni mənim səsim getsin lazım yerlərə bəlkə çatar.
Mən Vilayət Eyvazovun qəbuluna düşməyə çalışıram. Heç bir şəkildə düşə bilmirəm. 102-ni yığıram, 102 başqa bir nömrəyə yönləndirir. O nömrəni yığıram, başqa bir nömrəyə yönləndirilirəm. Onu yığıram, telefonlara cavab verən yoxdur. Yəni mən artıq nə edəcəyimi bilmirəm. 102 yalandan deyir ki, biz araşdıracağıq, sizə məlumat verəcəyik. Neçə gün sonra araşdırıb mənə məlumat verəcəksən? Neçə gün sonra? Yəni işi örtbasdır eləməyə çalışırlar da. Yəni buradan bu prosesdən mən bunu başa düşürəm ki, bunlar işi örtbasdır eləməyə çalışırlar. Və mən də hər kəsdən xahiş edirəm ki, mənim videomu hər yerə yaysınlar. Xahiş edirəm ki, paylaşın. Yəni mən taksi sürücüsüyəm, Bofda işləyirəm, gecə 3-4-ə qədər küçələrdəyəm. İkinci qrup 50 olsam da buna aid mən heç kimə heç bir şey demirəm. Mən maşınıma əli znakı belə yapışdırmıram ki, məndən yəni pis vəziyyətdə olan insanlar var da, həqiqətən əlillikləri artıq yüksək dərəcədə olan insanlar var. Mən kimsənin haqqına girəcək insan deyiləm. Neçə qədər rol fırlayıram, öz əziyyətimdən qazanıb 5 manatımı yeyirəm. Kimsə gedib qapısını döymürəm ki, mənə bir çörək al ver. Və dövlət tərəfindən də indi dövlətin əli ilə də mən təhdid olunuram. Ki dövlətlə bir yerdə, hökumətlə bir yerdə sən ağzını cırdırıram yoxsa yox.